Dedilər bugün kətdə toy axşamı var. Biz də dedik harda aş, biz orada baş, gəldik hoşum toy axşamına. Burada da Xaltə xala gördük, ciyər bişirirdi, sonra aş bişirirdi burada. Burada aşın qazmağına baxır. Sonra kartofla ət bişirmişdi. Bu da deyəsən dana ətindən idi. Ümumiyyətlə rayonda, kənddə ətin dadı bir başqa olur. Burada da sonra gəldik, oturduq uşaqlarla. Sağ olsun Tural bizə qulluq elədi. Burada da bizə ciyər gətirirlər. Ciyər ümumiyyətlə tez donur, ona görə tez-tez isitmək lazımdır. Burada da ciyərin dadına baxıram. Dadı normal idi, super idi. Ümumiyyətlə hər toy axşamında ciyər ekskluziv yemək kimi gedir. Sonra burada da uşaqlar başlayıblar oynamağa. Burada da oynayırlar. Toy axşamı qızışmışdı, nəyi var. Sonra burada da Maqsud dayı oynayır. Və beləcə vlogu tamamlayıram. Allah xoşbəxt eləsin, bütün subaylar üçün olsun.